Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Roza Zərgərlinin sosial şəbəkədə yayılmadığı son video izləyicilər arasında ciddi ajotaj yaradıb. Xəbər verilir ki, videoda sənətçinin yeriməkdə çətinlik çəkdiyi aydın görünür. Kadrlarda Roza addım atmağa çalışsa da bu ona ağrılı və müşkül başa gəlir. Müğənni eyni zamanda yaxın günlərdə Rusiyanın Vladikavkaz şəhərində konsert proqramına çıxış edəcəyini də elan edib. Qeyd edək ki, Roza Zərgərli ötən il 4-cü mərhələli koksartroz, yəni bulut çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını, bu səbəbdən də yeriməkdə ağır fiziki əziyyətlər çəkdiyini açıqlamışdı. Bulut çanaq oynaqlarımda böyük problemlərim var. Mən hər il bununla bağlı əməliyyat olmuram. Bəzən isə sosial şəbəkə əhli mənim bu xəstəliyimi bilməyə yazırlar. Roza raxitdir, ayaqları əyridir. Roza, nə gündəsən? Bir yeri Rozanın çox böyükdür. Əslində mən real həyatda ekranda göründüyü kimi artıq çəkili deyiləm və bədən formalarım da normaldır. Əslində bu xəstəliyi olan mənim kimi insan yeriməməlidir və tamaşaçı qarşısına çıxmamalıdır. Amma mən ağrıya və bu ağrılardan qurtulmaq üçün ağrı kəsici dərmanlar qəbul edərək öz tamaşaçılarımın qarşısına gəlirəm.